Bu həyatda məni saxlayan oğlumdur, mənim atamdır, anamdır. Yəni mən özümə görə elə də çox bu həyatdan yapışmıram, sözün açığı, daxilən, doğrudan deyirəm. Səmimi, tam səmimi deyirəm. Həmişə belə olub. Həmişə belə olub. Yəni neçə dəfə avariyalara, neçə dəfə belə vəziyyətlərə də düşmüşəm. Mənə deyiblər, sən dəlisən, qorxmadın, ölərsən. Mənim neçə dəfə ölümdən qayıtmışam. Neçə dəfə. Allah həmişə məni saxlayır. Vallah. Doğrudan deyirəm. Bu mənim sözüm deyil. Bu mən hər yaxınlarım bilir. Nə qədər mən vəziyyətlərə düşmüşəm, ölümlə üz-üzə qalmışam. Nə qədər. Çünki qorxu olmayıb gözümdə. Qorxu olmayıb. İndi var. İndi var hardasa. O da özümə görə deyil yenə də. Allaha ağır getməsin. Həyatımdan çox razıyam. Həyatımdan çox razıyam. Şükür Allaha. İstədiyimin 10 qatını aldım Allahdan. İstədiyimin 10 qatını aldım. Düzdür, hər insanın arzusu olur həyat ikən. İndi mən də istəyərəm, bundan da çox pulum olsun, bundan da çox evim olsun, bundan da çox yaxşı maşın sürüm, bundan da yaxşı. Get-gedə inkişaf eləmək istəyirsən də bir yerdə. Amma mən narazı olmamışam heç vaxt. Yəni şükür Allaha. Mən bunu heç bunu bu qədər istəmirdim. Tanınmağını da bu qədərini istəmirdim. İnsan olmağını da bu qədər istəmirdim. Yəni düşdüyüm hər şeydən çox razıyam. Çox razıyam həyatdan. Amma ki yapışmıram da, yapışa bilmirəm bu həyatdan.